Bismillahirrahmanirrahim. Əziz və dəyərli möminlər, İmam Səccad əleyhissalam Səhifə-i Səccadiyyədə etdiyi bir duada bizlərə Allahla necə dua edib günahımızı etiraf etməyi öyrədir. İmam bu duada buyurur ki, İlahi, 3 şey vardır ki, məni səndən istəməkdən saxlayır, xəcalət verir. Bunlardan biri vacib buyurduqlarına layiqi qədər əməl etməməyim. İkincisi, haram buyurduqlarından, qadağan etdiklərindən tam şəkildə çəkinməməyim. Üçüncüsü isə nemətlərinə tam şəkildə şükür etməməyimdir. Amma bir şey var ki, o məni səndən istəməyə həvəsləndirir. O da, baxıram ki, digər bəndələrinə, səndən istəyən bəndələrinə lütfüne və mehribançılığına baxıram və bu məni səndən istəməyə həvəsləndirir. Əziz möminlər, bu qədr gecələrində xüsusilə öz günahlarımızı etiraf etməyə çalışaq Allah qarşısında. Tənhalığa çəkilək Allahla, münacat eləyək və etiraf eləyək ki, İlahi, mən bu günahları etmişəm, səhv etmişəm, amma peşmanam və bağışlanmaq istəyirəm. İnsan əgər günahından etiraf etsə, Allah onu bağışlayar. Allahın əsas insanı cəzalandırmaqda, insana bəlalar verməkdə fəlsəfəsi ondan ibarətdir ki, insan öz günahını başa düşsün, dərk etsin. Əgər biz desək ki, Allaha ki, İlahi, bizi cəzalandırma, biz artıq o səhvimizi başa düşmüşük və sənin dərgahına gəlmişik və etiraf edirik, tövbə eləyirik, Allah da bizi bağışlayar. İmam Əli əleyhissalam buyurur ki, həqiqi tövbə etiraf etməkdir. Biz də gərək günahlarımızı etiraf etməklə Allahdan bağışlanmaq diləyək. Allah bizləri bağışlanmışlardan qərar versin.